Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Mən Natəvan Cəmalzadə, coğrafiya və kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu gün coğrafiya müəllimləri üçün geosiqnal və platforma mövzusunun izahını verəcəm. İlk öncə biz baxaq görək ki, geosiqnal nədir? Geosiqnal yer səthinin cavan, mütəhərrik sahəsi geosiqnal adlanır. Və geosiqnal yerin geoloji inkişafının son müasir mərhələsidir müəllimlər. Son mərhələ, hansı ki bizim sonuncu eramız olan Kaynozoy erasında formalaşıb və geosiqnalın 4 inkişaf mərhələsi var. Neçə inkişaf mərhələsi var? 4 inkişaf mərhələsinə ayrılır. Və biz bu 4 inkişaf mərhələsinin hər mərhələdə hansı xüsusi hadisələr olub, hansı vacib məqamlar var, onları yaxşı-yaxşı öyrənməliyik və bu gün də onların izahını verəcəm. Başlayırıq birinci mərhələdən, şəkildə də göründüyü kimi. Geosiqnalın birinci mərhələsində yer qabığının böyük bir hissəsi enməyə başlayır. Və burada dəniz hövzəsi yaranır, onun dibində də qalın çökmə süxurlar toplanır. Baxın müəllimlər, əzbərləməyək, çalışaq ki, başa düşək, bizə aydın olsun. Əgər hər hansı bir ərazi, hər hansı bir hissə enməyə başlayırsa, enəndə təbii ki, burada bir hövzə, bir çökək yaranacaq da. Yəni ona görə burada da bir dəniz hövzəsi yaranır, onun dibində də qalın çökmə süxurlar toplanır. Yer qabığında da təzyiq və temperaturun artması nəticəsində süxurlar qismən metamorfizləşir. Hansı ki, burada enmə baş verir, çökmə, loru dildə desək, çökək hissə baş verir. Həmin bu çökən hissəyə süxurlar ki toplanır, yerin də daxilinə doğru bilirik ki, temperatur, təzyiq yüksək olur. Həmin bu temperatur və təzyiqin artması ilə də süxurların qismən metamorfizləşməsinə səbəb olur. Bu nə oldu? Bu oldu birinci mərhələ. İkinci mərhələmizdə yer qabığı enməsi davam edir. Birincidə necə idi? Eləcə enməsi davam edir yenə. Amma ki, ayrı-ayrı hissələrdə qalxma da baş verir. Və çökmə süxurların toplanması ilə yanaşı, burada vulkanizm fəaliyyəti artır. Çünki axı burada qalxma da baş verir. Və bu mərhələdə çökmə süxur qatının parçalanması çoxlu sayda enmə və qalxmaların yaranmasına səbəb olur. Və geosinklinal ərazilərdə enməyə deyirik sinklinal, qalxmaya deyirik antiklinallar yaranıb. İkinci mərhələdə nələr olur? Enmə davam edir, amma ayrı-ayrı hissələrdə qalxma baş verir. Çökmə süxurların toplanması ilə yanaşı burada vulkanizm fəaliyyəti artır, süxurlar parçalanır, sinklinallar, antiklinallar yaranmış olur. Bu da oldu bizim ikinci mərhələmiz. Növbətdə üçüncü mərhələyə gələndə isə, üçüncü mərhələdə yer qabığının enməsi dağ-əmələ gəlmə prosesi ilə əvəzlənir müəllimlər. Birincidə endi. İkincidə enmə qalxma baş verdi, qalxma baş verir. Sinklinal, antiklinal yaranır. Üçüncüdə artıq enmə dağ-əmələ gəlmə ilə əvəz olunur. Yəni sadə qırışıqlıqlar yaranır. Yəni ki, sinklinal və antiklinalların birləşməsi nəticəsində iri, cavan dağ sistemləri formalaşıb əmələ gəlməyə başlayır. Üçüncü mərhələ, deməli, müasir dağların yaranması ilə nəticələnir. Yəni, müasir geosiqnal vilayətləri Alp Himalaydır, Ant Kordillerdir, Sakit Okean odlu qövsüdür, Orta Okean dağ silsilələrdir ki, yəni müasir geosiqnal vilayətləri, həmçinin iri və cavan dağ sistemləri formalaşmış olur. Və nəhayət dördüncü, sonuncu mərhələdə artıq daxili proseslər zəifləyir. Xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliyə çevrilir. Və geosiqnal inkişafının bu mərhələsi artıq platforma mərhələsi olur. Dördüncü mərhələ platforma mərhələsi olur. Və müasir geosiqnal vilayətlərinə, ümumiyyətlə geosiqnal ərazi deyəndə litosfer havalarının sərhəd zonası nəzərdə tutulur. Cavan dağlar, seysmik ərazilər uyğun gəlir. Və bu ərazilərə də, həmin saydığımız ərazilərdə təbii ki, geosiqnalın üçüncü mərhələsi. Üçüncü mərhələ bu inkişaf mərhələsinə uyğundur. Yəni, burada fəal dağ-əmələ gəlmə prosesləri gedir müəllimlər. Yəni, zəlzələlər, vulkanlar burada özünü göstərmiş olur. Və
Onu da qeyd edim ki, qədim dağlar ki var, biz qədim dağları tanıyırıq. Bu dağlar geosiqnalın sonuncu inkişaf mərhələsindədir. Yəni artıq o qədim dağlar öz fəaliyyətini zəiflədiyi üçün, itirdiyi üçün artıq onlar sonuncu, 4-cü mərhələyə uyğun gəlir. Ümumiləşdirəndə bir daha öyrəndiklərimizi dedik ki, geosiqnal nədir? Yer səthinin cavan, mütəhərrik hissəsidir və geosiqnalın inkişafı 4 mərhələdən ibarətdir. Birinci mərhələdə nə oldu? Emma oldu. Deməli, böyük bir hissə endi, dəniz hövzəsi yarandı, qalın çökmə suxur oldu, suxurlar metamorfizləşdi. İkincidə emmi ilə bərabər qalxmalar da baş verir və burada vulkanizm fəaliyyəti olur, sinknallar, antiklinallar formalaşmış olur. Üçüncüdə sinknal, antiklinallar birləşib iri dağ sistemləri, cavan dağ sistemləri əmələ gətirir. Dördüncü mərhələdə isə daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliyə çevrilir və geosiqnalın inkişafının bu mərhələsi platforma mərhələsi adlanmış olur. İndi baxaq görək platforma nədir? Platforma litosfer tavaların mərkəzində, tavaların sərhəddindən uzaqda yerləşən hissəsidir. Quruluşuna görə kristallik bünövrə və platforma örtüyü olmaqla iki hissədən ibarət olur. Platformanın, deməli, kristallik bünövrə platformanın alt qatıdır müəllimlər. Alt qat kristallik bünövrə adlanır. Bu qatda maqmatik və metamorfik suxurlar üstünlük təşkil edir. Əsas maqmatik və metamorfik suxurlardan ibarətdir. Qədimdə tamamilə dağılmış, aşınmış dağların bünövrəsinə aid olan suxurlar qırışıq yatın formasına malikdir. Burada əsasən filiz faydalı qazıntılar mövcuddur. Deməli, kristallik bünövrə hansı qatdır? Alt qatdır. Hansı faydalı qazıntı olur? Filiz faydalı qazıntılar mövcud olur. Platforma örtüyü isə çökmə suxurdan ibarət olan üst qatdır. Burada suxurlar əsasən üfüqi lay şəklində yatır, yerləşir və buna görə də burada neftdir, təbii qazdır, daş kömür kimi faydalı qazıntılarla zəngindir. Platformanın nisbətən yuxarı qalxmış sahəsində üst çökmə suxur qatı olmur və burada kristallik bünövrə yer səthinə çıxmış olur ki, biz buna nə deyirik? Biz buna qalxan və sipərlər deyirik. Qalxanlarda filiz faydalı qazıntılar səthə yaxın yerləşdiyi üçün burada onların hasilatı asan, tez başa gəlmiş olur. Deməli, platforma dediyi iki qatdan ibarətdir. Kristallik bünövrə və deməli platforma örtüyündən kristallik bünövrə altda olan qatdır, platforma örtüyü isə üstdə olan qatdır. Və platforma geoloji yaşına görə də iki cür olur. Qədim platformalar olur, cavan platformalar olur. Qədim platformalara Şərqi Avropa, Afrikadır, Hindistandır, Şimali Amerika, Cənubi Amerika, Çin, Koreya və s. kimi platformaları göstərə bilərik ki, bunların bünövrəsi müəllimlər əsasən Kembriyə qədərki dövrdə, yəni arxeik proterozoida formalaşır. Cavan platformalar isə Turandır, Qərbi Sibirdir, Ön Qafqazdır, Paleozoy erasında əmələ gəlmişdir. Diqqət edək, cavan platformalar Paleozoy. Biz Paleozoy erasını qədim era dövr götürürük. Bəzən müəllimlər burada çaşırlar, diqqət eləmirlər. Qədim platformaların bünövrəsi Kembriyə qədərki dövrdə, cavan platformalar isə Paleozoy erasında formalaşmış olur. Biz bugün öyrəndik geosiqnal və platformanı. Dedik ki, geosiqnalın inkişaf mərhələsi neçə mərhələdən ibarətdir? İnkişafı 4 mərhələdən ibarətdir. Hansı mərhələdir ki, bu mərhələdə sinknal və antiklinallar yaranır? Təbii ki, ikinci mərhələdir. Hansı mərhələdir ki, müasir iri cavan və dağ sistemləri yaranıb? Üçüncü mərhələdir. Hansı mərhələsidir ki, suxurlar metamorfizləşir? Bu birinci mərhələdir. Hansı mərhələdir ki, emmə baş verir, dəniz hövzəsi yaranır? Bu birinci mərhələdir. Hansı mərhələdir ki, daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə artıq aşınma baş verir? Bu dördüncü mərhələsidir. Hansı mərhələ platforma mərhələsi adlanır? Dördüncü mərhələ platforma mərhələsi adlanır. Müasir geosiqnal vilayətləri hansılardır? Alp, Himalay, Ant, Kordilyer, Sakit Okean, Odlu qövsü, Orta Okean dağ silsilələrini göstərə bilərik. Qədim dağlar hansı mərhələyə aid olur? Geosiqnalın sonuncu inkişaf mərhələsinə aid olur. Platforma nədir?
Platforma yer qabığının daha qədim, sabit tavaların mərkəzində yerləşən hissədir. Yəni geosiqnalın əksidir. Platforma daxili quruluşuna görə neçə cür olur? 2 hissəyə bölünür. Hansılardır? Platforma örtüyü, kristallik binövrə. Hansında üfüqi lay şəklində yatım olur? Platforma örtüyündə. Hansında çökmə məşəlli faydalı qazıntılar olur? Platforma örtüyündə. Hansında filiz faydalı qazıntılardır? Kristallik binövrədə. Hansı maqmatik metamorfik suxurlardan təşkil olunub? Kristallik binövrə. Hansı deməli platformaların binövrəsi Kembriyə qədərki dövrdə formalaşır? Qədim platformalar. Cavan platformaların binövrəsi nə vaxt formalaşıb? Cavan platformalar ümumiyyətlə nə vaxt əmələ gəlib, daha doğrusu Paleozoy erasında əmələ gəlmişdir. Cavan platformalar hansılardır? Cavan platformalar təbii ki, Turan, Qərbi Sibir və Ön Qafqazdır ki, bunlar Paleozoy erasında əmələ gəlmişdir. Bunları da bilək. Sağ olun. Hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.